Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Litvanın Azərbaycandakı səfirliyi ilə birlikdə görkəmli Litva yazıçısı Boris Sroganın Tanrılar Meşəsi kitabının təqdimatı oldu. Kitab Azərbaycan dilinə Mahir Həmzəyev tərəfindən tərcümə olunub. Təqdimat mərasimində bildirildi ki, sözügedən roman dünya memuar ədəbiyyatında Hitler konslagerləri haqqında yazılan ən orijinal əsərlərdən biridir. Boris Sroga 1943-1945-ci illərdə Ştov Alman konslagerində həbs olub. O burada dəhşətli əzablar yaşayıb. Yazıcı romanda şahid olduğu hadisələri, yaşadığı qeyri-insani düşüncələri, faciəni adiləşdirən nasist sistemi barədə təfərrüatları və digər tükürpədici həqiqətləri sənətli ədəbiyyat və bədii üslubun vəhdətində təqdim edir. Tanrılar Meşəsi ağrılı həqiqətləri əks etdirən sərt səhnələrin parlaqlığı, acı, ironiya və sarkazm intonasiyası ilə seçilir. Ədəbiyyatşünaslar qeyd edirlər ki, romanda qaldırılan başlıca problem mədəniyyətin və humanist dəyərlərin süqutu, sivilizasiyanın süquta, fəlakətə uğramasıdır. Kitab nasist konsentrasiya düşərgələrindəki dəhşətli günlərdən bəhs eləyir. Çox şadıq ki, Azərbaycan oxucusu da bu cür dünya şöhrətli unikal romanı oxuma fürsəti əldə ediblər. Litva ilə Azərbaycan arasındakı mədəniyyət əlaqələri qarşılıqlı münasibətlər baxımından vacib əhəmiyyət kəsb eləyir. Bugünkü tədbiri təşkil etdikləri üçün mən Anar müəllim və Yazıçılar İttifaqı komandasına minnətdaram. Düşünürəm ki, ölkələrimiz arasında olan əlaqələr güclüdür. Litvadan artıq 17 müəllifin əsərləri Azərbaycan dilinə tərcümə olunub. Düzdür, bu mövzuda dünya ədəbiyyatında digər əsərlər də var. Ancaq bu əsəri onlardan fərqləndirən çox mühüm amil ondan ibarətdir ki, Boris Sroga ağrılı konslager həyatına, çəkdiyi əzablara, ölümə, hətta ölümə belə ironik tonda, ironik tərzdə yanaşan bir yazıcıdır. Onun bu romanında sarkazm, rışxən çox güclüdür. Qeyd edək ki, romanda müxtəlif yaşlı, vəzifəli və əqidəli 100-ə yaxın insan portreti yaradılıb. Müəllif romanı 1945-ci ildə nəşr etdirmək istəsə də kitab senzuraya ilişib. Kitab yazıçının ölümündən 10 il sonra 1957-ci ildə Vilniusda Litvaca, 1958-ci ildə isə Rusça işıq üzü görüb.